Salam, coğrafiya 9-cu sinif, kiçik sommativ qiymətləndirmə nömrə 3 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sual. İnkişaf etmiş gəmiçiliyə malik olan okean və ən böyük dəniz limanının yerləşdiyi şəhər seçmək lazımdır bizə. Deməli, ümumiyyətlə hal-hazırda dünyada ən çox dənizçiliyin inkişaf etdiyi okean Sakit okeandır və ən böyük liman Şanxay limanıdır. Amma bizə Hind Sakit verilib, yəni Şanxay limanı Hind okeanında yox, Sakit okeanında yerləşir, deməli səhvdir. Sakit okeanın ən böyük limanı Şanxay limanıdır, deməli bu da səhvdir. Atlantik okeanın ən böyük limanı Houston deyil. Sakit okeanın ümumiyyətlə New York limanı Sakit okeanında yerləşmir. Yəni burada düzgün cavab Atlantik okeanı və Rotterdam. Atlantik okeanında gəmiçilik inkişaf edib və ən böyük limanı Rotterdamdır. Cavab B bəndə olmalıdır. İkinci sual. Hansı variantda uyğunluq düzgün verilmişdir? Deməli, bizə kanalın adı, başladığı su hövzəsi və suvarıldığı ərazilər verilib. Deməli, A bəndində Samur-Abşeron kanalı verilib. Başladığı yer Samur-çay, bəli, düzdür. Suvarıldığı ərazilər Şirvan, Cənub-Şərqi Şirvan düzləri yazılıb. Və Samur-Abşeron kanalında Şirvan və Cənub-Şərqi Şirvan düzləri suvarılmır. Yəni, bu səhvdir. Yuxarı Qarabağ, bəli, Mingəçevir su anbarından başlayır. Mil, Qazax Qarabağ əraziləri suvarılır yazılıb bizdə. Qazax Qarabağ, bəli, bu doğru variantı, düzgün cavab B bəndə olmalıdır. Sonra C variantı, yuxarı Şirvan, Mingəçevir su anbarından başlayır, bəli. Amma Samur-Dəvəçi avalığı suvarılmır, Samur-Dəvəçi Samur-Abşeronda suvarılır. Baş mil, Bəhramtəpə su anbarından başladığı yazılıb. Baş mil Bəhramtəpə su anbarından yox, Min Muğan su anbarından başlayır. Onun üçün bu variantda səhvdir. Amma mil düzü düzgün suvarıldığı, düzgün qeyd olunur burada. Y variantında Baş Muğan, Min Muğan su anbarından başladığı deyilib. Baş Muğan, Min Muğan su anbarından yox, Bəhramtəpə su anbarından başlayır. Yəni bu da düzgün deyil. Yəni düzgün cavab B bəndə olubdur. Sonra A, B, C çayının ümumi xüsusiyyətləri. Deməli bizə A yansızı çayıdır, B Mississippi çayıdır, C isə Nil çayıdır. Deməli bizə deyilir ki, Atlantik okeanı hövzəsinə aiddir bir də. Deməli bu çaylardan düzdür. B Mississippi Atlantik okeana tökülür. Həmçinin Nildə Atlantik okeana tökülür. Amma yansız çayı isə Sakit okeana tökülür. Onun üçün bir bəndi düzgün götürə bilmərik. İkinci variant. Üzərində su elektrik stansiyaları tikilmişdir. Bəli, hər 3 çay üzərində su elektrik stansiyaları tikilmişdir. Yəni bunu biz düzgün cavab kimi götürə bilərik. Suvarmada istifadə olunurlar. Bəli, hər 3 çaydan suvarmada istifadə olunur. Bu da düzgün variantdır. Üzərlərində çoxlu astana və şəlalələr var. Bu fikri düzgün qəbul edə bilmərik. Çünki Nil çayı düzən çaydır. Düzən ərazidə astana və şəlalələr ola bilməz. Əsasən, həmçinin Mississippi çayında o qədər astana və şəlalələr yoxdur. Onun üçün bu variantı biz düzgün qəbul edə bilmərik. Bir ölkənin ərazisindən axırlar. Məsələn, Yansızı çayı ancaq Çindən axır. Amma Nil çayı isə bir neçə ölkənin ərazisindən axır. Uganda, Kenya, Misir, Sudan. Onun üçün bunu da biz düzgün variant götürə bilmərik. Yəni düzgün variant 2 və 3 olmalıdır. Dördüncü suala baxaq. Hansı variantda Bakıdan Afinaya gedən gəminin keçəcəyi su obyektlərinin ardıcıllığı düzgün verilmişdir? Bildiyimiz kimi Xəzər dənizi göldür. Yəni onun dünya okeanı ilə birbaşa əlaqəsi yoxdur. Amma sonradan çəkilmiş Volqa, Don və Volqa Baltik kanalları vasitəsilə dünya okeana çıxışımız mümkündür. İndi variantlara baxaq. Ümumiyyətlə Volqa Baltik kanalından bizim üçün sərf eləmir. Volqa Don kanalı vasitəsilə Afinaya bizim getməyimiz mümkündür. Deməli D variantına baxaq. Xəzər dənizi Volqa düzdür. Volqa Don kanalı düzdür. Volqa Don kanalı vasitəsilə Azov dənizi sonra Don çayı yazılıb. Don sonra Azov dənizi olmalıdır. Yəni ardıcıllıq burada pozulub. Yəni düzgün cavab ola bilməz. Xəzər dənizi Volqa çayı bəli düzdür. Volqa Don kanalı sonra Kerç boğazı deyil, Don, Azov dənizi sonra Kerç boğazı olmalıdır. Xəzər dənizi, Volqa çayı, Volqa Baltik kanalı ümumiyyətlə bizim üçün səhifəni. Baltik kanalı ümumiyyətlə Don çayını çıxmamız mümkün deyil. Yəni B bənd düzgün deyil. Xəzər dənizi, Volqa çayı bəli, Volqa Don kanalı sağa sonra oradan Don çayı. Don çayı tökülür Azov dənizinə. Azov dənizi ilə Kerç boğazı Qara dənizi birləşdirir. Bosfor boğazından sonra Mərmərə dəniz, Dardanel boğazı və Egey dənizi və Yunanistan, yəni Afinaya gedib çatmış oluruq. Yəni düzgün cavab A bəndi. 5-ci suala baxaq. Xəritə sxemdəki rəqəmlərə uyğun gələn hidroqrafik obyektləri müəyyən edin. Deməli bizə xəritə üzərində verilib, onları uyğunlaşdırmalıyıq. Deməli bizə bir variantı ilə verilən Lena çayıdır, 1 Lena çayı, 2 Baykal gölüdür,
3 isə Amur çayıdır. Deməli 1 Lena çayı, 2 Baykal gölü, 3 isə Amur çayı. Yəni düzgün cavab D bəndində göstərilib. 6-cı suala baxaq. 6-cı sualda uyğunluğu müəyyəndir. Deməli bizə su anbarları verilib, həmin su anbarları hansının hansı çay üstündə yerləşdiyini müəyyən etməliyik. Deməli Mingəçevir su elektrik stansiyası yerləşir Kür çayı üstündə. Deməli bu Kür. Sonra Sərsəng su elektrik stansiyası yerləşir Tərtər çayı üstündə. Sonra Şəmkir su elektrik stansiyası, buna biraz nazik çəkər xətləri, daha aydın olsun. Deməli Mingəçevir Kür çayı üstündə. Sərsəng su elektrik stansiyası Tərtər çayı üstündə yerləşir. Şəmkir su elektrik stansiyası həmçinin Kür çayı üstündə yerləşir. Araz, Milmuğan su anbarı Araz çayının üstündədir. Araz su qovşağı da yenə də Araz çayının üstündə yerləşir. Yalnız burada Sumqayıt çayına heç biri aid deyil. Deməli Mingəçevir su elektrik stansiyası Kür çayı, Sərsəng, Tərtər, Şəmkir yenə həmçinin Kür, Milmuğanla Araz su qovşaqları isə Araz çayının üzərində yerləşir. Son 7-ci sual. 7-ci sualda deyilir, Atlantik okeanın təsərrüfat əhəmiyyəti haqqında doğrudur deyilir. Şimal dənizinin şelf zonasında zəngin dəmir filiz yataqları mövcuddur. Şimal dənizinin şelf zonasında dəmir filizi yox, neft ehtiyatları var. Onun üçün də bu doğru variant deyil. Okeanın ən böyük limanları Rotterdam və New York limanlarıdır. Bəli, Rotterdam və New York limanları həqiqətən də böyük limanlar hesab oluna bilər Atlantik okeanının. Rotterdamdan Stokholma gedən gəmilər La Manche boğazından keçir. Rotterdam. Deməli Rotterdam yerləşir Derlanda, Stockholm isə İsveçin paytaxtı. La Manche boğazına keçməyə ehtiyac yoxdur, çünki onsuz da gediş mümkün. Yəni bu düzgün cavab deyil. İri qabarma stansiyaları Fransa və Kanada tikilmişdir. Bəli, bu doğrudur. Burada iri qabarma çəkilmə elektrik stansiyaları mövcuddur. İran körfəzi zəngin neft ehtiyatları var. Düz İran körfəzi zəngin neft ehtiyatları var. Amma İran körfəzi Atlantik okeanına yox, Hind okeanına aiddir. Onun üçün düzgün cavab hesab oluna bilməz. Düzgün cavab B və D bəndləri qəbul olunmalıdır. Deməli, coğrafiya 9-cu sinif, kiçik summativ qiymətləndirici nömrə 3 üzrə metodik vəsaitdə verilmiş nümunəvi sualların izah elədik.